Salam xanımlar, kanalıma xoş gəlmisiniz. Bu günləri istədim bir yerdə hazırlaşaq. Çünki bir saat ərzində evdən çıxmalıyam. İlk öncə nəmləndirici istifadə edirəm. Sinozun nəmləndiricisi çox gözəl nəmləndirir. Tanani olaraq Evolution tananisindən istifadə edirəm. Lux Visage markasınındır. Çox bəyənirəm, çox gözəl nəmləndirir bu da özü. Yəni bəzən nəmləndirici istifadə etmədən təkcə onu vururam. Yəni nəmləndiriciyə də bəzən ehtiyac qalmır. Göz qapağıma isə Revolution'un bu mini boy ten paletindən istifadə edirəm. İlk öncə sabitləyirəm bu rənglə, daha sonra korичневый, yəni qəhvəyi rəngdən istifadə edirəm. Üstünə də biraz parıltı vururam. Xanımlar, sizdən bir xahişim olacaq. Əgər videolarımı bəyənirsinizsə, kanalıma abunə olub mənə dəstək olsanız çox sevinirim. Konsiler olaraq isə Lamalin konsilerindən istifadə edirəm. Mən bunu Olivia'dan almışdım, amma hazırda yoxdur, gətirmirlər. Dodaq nəmləndiricisi Golden Rose'dan istifadə edirəm. Demək olar ki, artıq bitir. Qaş qələmi isə Vivienne sabunun bu qələmindən istifadə edirəm. 04 nömrəsidir, çox yaxşı qalır. Bellur Design'ın bronzerindən istifadə edirəm. Stick formasındadır. Ənlik olaraq da Bellur Design'dan istifadə edirəm. Əslində ənliyi çox sevmirəm, amma bu yaxşıdır. Sabitləmək üçün Fit Me'dən istifadə edirəm. Demək olar ki, artıq bitirmişəm, az qalıb. Göz altıma sponjla vururam, çünki belə qalmır. Bu Miss Dais'in göz qələmidir, amma mən bunu dodaq qələmi kimi istifadə edirəm. Stick formasında olan bronzerin üstünə bundan keçirəm. Vivienne sabunun bu tuşunu çox sevirəm, amma artıq bitib. Ona görə də başqasından istifadə edəcəm. Include'un bu lineri çox gözəldir, amma məndə artıq demək olar ki, quruyub. Ona görə də bunun yumuşatmaq üçün olan məhsulundan alacağım. İndi isə ten əvəzi liner kimi istifadə edirəm. Kölgəli alınır. Dodaq qələminin üstündən bundan istifadə edirəm. Faberlic-indir. Qalıcılığı çox yaxşıdır, çox bəyənirəm. Həm də ki, ikisi ilə yaxşı kombo olur. Göz içimə Notun bu qələmindən istifadə edirəm. Tuş olaraq isə teleskopdan istifadə edirəm.